Hər vaxtınız xeyir olsun dəyərli Kanal 14 izləyiciləri, xoş gördük sizləri. Biz Xətai rayonunun Xudu Məmmədov 33A və Xudu Məmmədov 25C ünvanındayıq. Vətəndaş müraciəti ilə bağlı bura gəlmişik. Vətəndaşlar iddia edir ki, burada 500-ə yaxın yaşıllıq ağacların demək ümumilikdə əhatəyə alıblar. Burada tikinti aparmaq istəyirlər. Hər hansı bir şirkət tikinti aparmaq istəyir. Bununla bağlı vətəndaşlar bir neçə dəfə etiraz ediblər, amma onların etirazlarına baxan yoxdur. İndi biz vətəndaşlara yaxınlaşıb burada baş verənləri soruşmaq istəyirik. Zəhmət olmasa özünüzü təqdim edin. Mən Rəhimova Pəri, artıq 13 ildir burada həm yaşayıram, həm sakinəm və işləyirəm. İşlədiyim ərazinin ətrafında 500-dən çox ağac var. Təmiz, yəni yaşıl ağaclardır. Bütün binaları, necə deyək, oksigenlə təmin edən ağacları bərpa etmək lazımdır. Bunlar da tikintinin adını mən sizə təqdim etmək istəyərdim. Buyurun, İnam 2019. İnam 2019. İnam 2019, Ramin Məcidov adlı bir şəxs bu ərazini alıb və ağacları məhv edir. Hər həftə bir ağacı yandıraraq. Burada nə tikdirmək istəyir? Biri deyir bina tikmək istəyir, biri deyir obyekt tikmək istəyir, biri hərə bir şey deyir. Hər həftədə gizli şəkildə ağacları axşam radələrində yandırırlar və yandırdıqdan sonra deyirlər ağac öz-özünə yandı. Sizcə yağışlı bir gündə ağac öz-özünə necə yana bilər? Yəni, siz bununla bağlı hara müraciət etmişsiniz? Biz bununla bağlı hara müraciət etmişik? Ekologiya Nazirliyinə müraciət etmişik. Şəhər salmaya müraciət etmişik. Amma hələ ki heç bir cavab yoxdur. Deyirlər gözü açıq olun. Biz necə gözü açıq? Bütün işimizi, gücümüzü ataq ki, burada İnam 2019-u qoruyaq və yaxud necə eləyək ki, onlar burada bir iş görməsinlər. Yəni sizcə ağacları məhv etmək doğrumu? Əlbəttə ki, xeyr. Doğru deyilsə, niyə bəs buna tədbir görülmür? Yəni siz deyirsiniz ki, Ekologiya Nazirliyinə müraciət etdik. Bəli, bəli. Sizə dedilər ki, nəzarətdədir. Nəzarətdədir və siz də nəzarət edin. Və yaxşı, buradakı... Biz nəzarət etsəydik bu boyda ərazini yəni hasara almazdı. Bu dəmir hasara alınıb. Bununla bağlı rayon icra hakimiyyətinə və yaxud da digər iş qurumlarına kimə bildirirlər ki, sənədimiz var əlimizdə. Əgər sənəd icra hakimiyyətinin əlində sənəd varsa, deməli onların icazəsi var ki, ağaclar məhv olunsun. Şifahi deyilir, yoxsa göstəriblər sənəd? Mən şəxsən görməmişəm. Yəni bəzi qonşulara pul verərək susturublar ki, sənəd var əlimizdə, qol çəkin, razısınız. Yəni inanırsınız ki, qonşular hətta dəfələrlə ayağa qalxdılar. Bu sahibkar kimdirsə yaxınlaşır ki, sənədim var. Amma sənədi mən görməmişəm. Bilmirəm, digər qonşular görübsə, mən yalan deyərəm. Sahibkarın adını bilirdiniz? Ramin Məcidov. Ramin Məcidov, bəli. Ramin Məcidov adlı bir şəxsdir. Alıb obyekt demək istəyir, bina tikmək istəyir, amma bilinmir. Yəni bir dənə sadəcə sonda bir şey vurğulamaq istəyirəm ki, dövlət başçısı özü bir tədbir, necə deyim sizə, tədbir görsün. Və bu şikayətimiz bütün ölkəyə yayılsın ki, ağaclar məhv edilməməlidir. Ən azından ağaclar məhv edilməməlidir. Burada 500-dən çox ağac var. Şam ağaclarımız var. Yuxarıdan baxsaz, yəni təbii ki, o kadrlar təbii ağaclar, yasəmən ağacları var, şam ağacları var. Yəni özü yandırılıb, biri yandırılıb, məhv edilib və axşam saatları qonşular iddia edir ki, axşam saatlarında gizli şəkildə ağaclar kəsilir, yerindən kəsilir və örtülür ki, yəni burada ağac olmayıb. Yəni gedib keçid edib baxsaz görərsiniz ki, neçə ağac kəsilib. Təbii ki, biz baxdıq amma içəri giriş yerini tapa bilmədik. Giriş yeri tapa bilmədik çünki bağlayıblar, hasara alıblar. Gizli şəkildə məhv edəcəklər. Neçə müddətdir buranı hasara alıblar? Artıq bir həftə olur. Bir həftədir buranı hasara alıblar. Bir həftədir bu hadisə baş verib, bəli, bir həftə. Dediniz bayaqları ki, burada hadisə baş verib, uşaq olub. Onu da sizə xatırladım ki, həftənin ikinci günü, hasara alan günün saniyə bə saniyəsi görüntülər var əlimizdə və Xəzər TV-də də paylaşmışıq bunu. Uşağı maşın vurdu, qəza oldu. Uşağı maşın vurdu, dönmə yolunu itirdi. Maşın dönmə yolunu itirdi. Sürücünün bir günahı yox idi. Sürücü hardan bilsin ki, burada təmir işləri gedir. Yol bağlanmışdı. 6 yaşında uşağı məktəbə gedərkən valideynin yanında maşın vurdu. Təsəvvür edin, valideynin yanında maşın vurdu. Arada 2 məktəb var. Bəli, 86 nömrəli məktəb, 253 nömrəli sahib məktəb. Çox üzr istəyirəm. Siz özünüzü təqdim etdiniz. Bəli, Rəhimova Pəri. Pəri xanım, təşəkkür edirəm. Çox sağ olun. Siz hər hansı bir fikir bildirmək istəyirsinizsə bu? Eyni fikirlərdəyəm, razıyam Pəri xanımın dediyi ilə. Siz də bura sakinisiniz də? Bəli, 16 mərtəbədə yaşayıram. Üstdən bir gün baxdıq ki, demək ağac yanır. Çağırıldı, yanğın söndürənlər gəldilər, onu söndürdülər. Səhəri gün gəldilər, buranı aldılar Zabora.
500-dən artıq ağac var. Mənim anam şəkər xəstəsidir. Yenirdi, aşağı otururduq o ağacların altında. Bizdən bərabər çox adamlar otururdu. Bir dənə orada. sakin. Tutdular, bütün hasarı aldılar, betonladılar. Yolu da nə qədər bir özünüz çəkəndə görəsiniz ki, bu 6-7 metr çəkilib yola tərəf. O tərəfdən yenə bizim binanın maşınlarına artıq sıxlıq yaranıb. Orada bəli qəzza da törənəcək, hər şey də törənəcək. Ən pis bizə təsir edən isə yaşıllıq. Bəs bizim rəhbərimiz, ulu öndərimiz deyib ki, yaşıllığı qorumaq. Bir ağac, bir insan ömrüdür. 500-dən çox insanı məhv eləməkdir. Bu nə deməkdir Kamal müəllim? Bəli. Bu qədər, daha nə deyim? Siz də nəsə demək istəyirsiniz? Buyurun. Kamal müəllim, mən də eyni fikirdəyəm. Yəni burada bu hadisəni törədən insanları dəfələrlə bizlər bir neçə nəfər gəlib yaxınlaşmışıq. Həmin zaman yığışdırıb eşlərini gediblər. Amma sonra axşama gecəyə salıb gəlib bax bu turbaları, bu zaboru çəkiblər burada. Yəni demək istəyirəm bu qeyri-qanunudursa bizim bu iş adamları hara baxırlar ki? Yəni Bir bayaq qonşu kimi, mən də burada buranın yaşayıcısı kimi mən də şikayətçiyəm və şikayətimizi geri götürməyəcəyik hesabına. bayaq sakinlər qeyd etdilər ki, burada bir həftədir onlar ki, bu bağlama işlərini, bu hasar işlərini aparıblar. Siz onda bir sakin olaraq digər sakinlərlə ona etiraz etmədinizmi ki, yəni niyə bağlayırsınız? Hamımız etirazımızı da etdik. Demə həll qoymadılar. Suallar da verdik. Heç onlar bəli, heç adamı saymırlar da, heç insan yerinə qoymurlar. Özləri bildiyi hərəkətləri belə tam sirri rejimdə hərəkət edirlər. Aydın. Yəni kaput bunlar belə bu işin professionalıdır və bu iş qanunudur. Bunu da etməlidirlər. Bizim çəkilişdən əvvəl burada çəkiliş olubmu? Vətəndaşların narazılığı ilə. olub. Xəzər TV burada olub. Amma bir nəticə olmayıb da yəni. Heç bir nəticə görünmədi. Yəni elə Yəni bir gözünüz güc görə-görə- çatmır. Bu adamlar kimdirsə bunlara güc çatmır. Gözünüz görə-görə yaşıllıqları məhv eləyib yerində Hər hansı bir insanların burada bina rahat tikiləcəyinə. yaşaması üçün burada 2 dənə məktəbimiz var. Səhər-səhər məktəb zamanı bir nəfər bura nümayəndə gəlsin, nəzarət eləsin, görsün. Buradakı əhali bura sığır heç. Əksəriyyət millət burada biri-birinə dəyə-dəyə, maşınlar insanlara dəyə-dəyə, yəni indi Pəri xanım da müdaxilə elədi ki, əstəğfurullah, müdaxilə deyirəm. Qeyd elədi ki, burada uşaq vuruldu. Bəli. Birinci günü, bu zabor çəkilən günü burada uşaq vurdular. Demək bu gələcəkdə bu fəlakət daha çox olacaq. Neçə can alacaq? Hə. Bəli. Yəni deməkdə məqsədimiz budur. İndi Devlətdən də xahiş edirik ki, bizim məsələdir, bu yaşayış imkanlarımıza nəzarətlərini gücləndirsinlər ki, belə güclü özünü sayan insanlar bir balaca insanların da yaşayış üçün nəyisə fikirləşsinlər. insanları düşünsünüz. Zəhmət Bəli. olmasa özünüzü təqdim də Mən elədiniz. Qədimov Eldar. Gördün? Bax, Ha, bu ağaçlar. bax indi burada bu boyda ağaçlar var da öz aramızda. Onlar kəsilməyəcək. Onlar qıraqda o yıxılan ağaçlar. ağaclara gedin bax. Bu da Yox, yıxılan yox, ağac, bu getmə olmaz. Bu da budanmalar. fakt görünür də burada. Külah qırı yıxıldı. Olmaz qardaş, olmaz qadan Allah'ım. Belə dedim, bax. Ha demədim ki. Hə, yox, Mən ya. görəmin bahisi olmadı da qardaş. Gördün, fakt külah yıxıldı onu. Külə